Doktor, prostat vəzi adenoması xərçəngiyə çevrilə bilərmi? Çevrilə bilməz. Prostat vəzi sidik hissəsinin altında yerləşən kişi cinsiyyət vəzisidir. Adenoma prostat vəzinin orta payından inkişaf eləyir, qalxır sidik hissəsinin boynunda və sidik yollarını basqılayaraq sidik buraxmada çətinliklər törədir. Prostat vəzinin xərçəngi isə bir qayda olaraq, yəni təqribən 90-85% hallarda periferiyadan inkişaf edir və arxaya, bəzən isə düz bağırsağı basqılayır son terminal fazalarda. Diaqnostikanın çətinliyi ondan ibarətdir ki, həm adenomada, həm də prostat vəzi xərçəngində şikayətlər eyni olur. Yəni demək olar ki, şikayətlərdə dəyişikliklər yoxdur. Lakin gözəl radioloji müayinələrdən və onkomarkerlərdən qısa müddət ərzində biz xəstəyə Apro Hospitalda diaqnoz qoyuruq və bilirik ki, bu adenomadır, yoxsa prostat vəzi xərçəngidir. Digər tərəfdən prostat vəzinin xərçəngin diaqnostikası üçün son vaxtlarda tətbiq olunan multiparametrik MRT müayinəsi də Apro Hospitalda mövcuddur.